Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün Newtonun ikinci, üçüncü qanunu yeni topludan izahına baxırıq. Birinci sual. Aşağıda yeni bir maddə, müxtəlif hərəkət tənlikləri verilib. Hansı halda kiçik qüvvə təsir edir? Kiçik qüvvənin təsir etməsi, yəni təcilin kiçik olması deməkdir. Bir törəmə tapırıq. A variantından törəmə tapanda, törəmənin rahat yolunu sizə deyək, t kvadratı olanlarda əmsalla qüvvəti bir-birinə vuraq. A variantında 6 vur 2, 12-dir. B variantında 6-dır. C variantında 10'dur. D variantında 2'dir. E variantında isə 4'dür. Ən kiçik istədiyinə görə düzgün cavab D variantıdır. İkinci sual. R radiusu çevrə üzrə modulca sabit V sürətlə hərəkət edir. Qüvvənin qiymətini tap. Bilirik, qüvvə deyən kimi nə düsturu yazmalıyıq? M-A'nın da əvəzinə çevrədən bildiyimiz sürətin deməli təcilin sürətlə, radiusla olan düsturu V kvadratı bölünsün R'dir. Düzgün cavab olur B variantı. Üçüncü sual. Deməli, yenə qüvvəni istəyir. Yenə F bərabərdir MA ilə başlayırıq. M, A'nın əvəzinə omega kvadratı vur, R qoyuruq. Düzgün cavab D variantıdır. Sonra dördüncü sual. İki qüvvənin əvəzləyici hansı istiqamətdə yönəlir? Uşaqlar, qayda olaraq yadınızda saxlayın. İki qüvvə bir-birinə perpendikulyarsa, əvəzləyici ortadan çıxan istiqamətdə yönəlir. Hara kimi uzunluğunun olduğunu bilmək üçün isə nə edirik? F1-in eynisini paralel köçürdürük yuxarı, F2-nin eynisini köçürdürük sola və əvəzləyici olur mərkəzdən çıxan istiqamətdə. Yəni, düzgün cavab A variantıdır. Beşinci sual. Yeni eyni qaydada F1'in eynisini yuxarı, F2'nin eynisini paralel sağa, əvəzləyici olur ortadan çıxan, yəni istiqamət B variantı. Altıncı sual. Qarşılıqlı təsir sözü bizdə burada açar sözdür. Yəni, qarşılıqlı təsir Newtonun 3-cü qanunu ödənilir. Yazırıq F1 bərabərdir F2-yə. F1'in yerinə M1A1 bərabərdir M2A2. Deməli, yerinə qoysaq, buradan tənasüb edib tapa bilərik. M1 nəyə bərabər olur? 4M2-yə. Gətirib burada yerinə qoyuram. 4M2 vur 1 bərabərdir M2 vur A2-yə. M2-lər gedir. 4A1 bərabərdir A2-yə. Deməli, belə bir ifadə aldıq. Aldığımız ifadəni nə edirik? Gətiririk burada yerinə qoyuruq. Deməli, A2 bölünsün A1 istəyirdi bizdən. Bunu da yazıram təkrardan. A2 bölünsün A1 bərabərdir. A2'nin yerinə 4A1 qoyuram. 4A1 bölü A1 o da eləyir 4. Cavab Y variantı. Bu bir üsul. Başqa bir üsuldan necə yaza bilərik uşaqlar? Deməli, yenə qarşılıqlı təsir görən kimi F1 bərabərdir F2 yazıram. F1 F2'yə bərabərdirsə, deməli təcil kütlədən necə asılıdır? Tərs mütənasib. Çünki A nəyə bərabərdir? F bölünsün M-ə. Onda A2 bölünsün A1 tərs mütənasibçi nəyə bərabərdir? M1 bölünsün M2-yə. Bizdə də M1 bölü M2-ni burada hazır verib 4. Deməli, qiymət nəyə bərabərdir? 4-ə. Ürəyiniz hansı üsulundan istəyir yaza bilərsiniz. 7. F bölünsün A1 F bölünsün A da nəyin düsturudur? Kütlənin. 8-ci sual. Yeni qüvvənin düsturu MA. Bu dəfə A'nın yerinə çevrənin düsturlarından 4pi kvadratı R böl T kvadratı qoyuruq. Bu da olur C variantı. 9-cu sual. İndi də tezliklə olan düsturu qoysaq 4pi kvadratı R N kvadratı vur kütlə. 10-cu sual. F bölünsün M omega. Deməli uşaqlar, F'in yerinə yazıram MA. Aşağı M omega. Deməli, M'lər buradan ixtisar gedir. A bölünsün omega. A'nın yerinə omega V yazıb omega'ya bölsəm, omegalar gedir, qalır nə? V. Deməli, düzgün cavab nədir? Sürət. 11-ci sual. 11-ci sualda deyir, sürət 2 dəfə azalırsa, qüvvə necə dəyişər? Deməli, sürət 2 dəfə azalırsa, öncə düstur düşünürəm, əlimdə nələr var? Deməli, radius olmalıdır, sürət olmalıdır və qüvvə olmalıdır. Yazıram nə? F bərabərdir MA. M, A'nın yerinə nə qoyuram? V kvadratı bölünsün R. Deməli, burada radius sabitdir. Sürət əgər soruşur ki, sürət 2 dəfə azalsa, qüvvə necə dəyişər? Deməli, düşünək uşaqlar, sürətlə qüvvə bir-birinə necə asılıdır? Kvadratik düz. Onda sürət 2 dəfə azalırsa, qüvvə nə olur? 4 dəfə azalmış olur. Yəni, düzgün variant B variantı. 12. Kütləsi 200 qram verilir yazaq.
0,2 kilogram. Təcili A bərabərdir 4 vurulsun 2 8. Qüvvəni tap. F bərabərdir sual. Deməli, qüvvənin düsturu nədir? F bərabərdir MA. Təcili bildinizdə necə tapdım? 4'ü vurdum 2'yə. M'in qiyməti 0,2, A'nın qiyməti 8, düzgün cavab eləyir 1,6 Newton. 12-ci sual. Qüvvə 16 Newton artdıqda təcil 3 dəfə artmışdır. Başlanğıc anda qüvvəni tap. Deməli uşaqlar, qüvvə 16 Newton artanda yazıram ki, F üstə gəl 6 daha doğrusu 6 bərabər. Deməli, təcil 3 dəfə artıb. Deməli, təcil A bərabərdir, F bölünsün M-dir. Təcil qüvvədən necə asılıdır? Düz mütənasib. Onda qüvvə 6 Newton təcil 3 dəfə artanda, deməli qüvvə də 3 dəfə artmış olur. Yəni F üstə gəlməsin 6 bərabər olur 3F-ə. Bunu da sadələşdirsək 2F 6 olur, F də bərabər olur 3-ə. Bizə də başlanğıc dediyinə görə elə F-in 3-ün qiymətinin özünü götürürük. 14-cü sual. Yenə törəmə tapaq buradan. Törəmə tapanda A bərabər olur 0,5'ə. Çünki onun törəməsi 0 verir. Kütlə 1,5 ton. Tondan kilograma keçəndə minə vururam. Olur 1500 kilogram. Qüvvəni tapmaq üçün yenə nə edirəm? M-i A-ya vururam. 1500'ü də 0,5'ə vuranda eləyir 750. B variantı. 15. Deməli, yenə 15'də törəməni tapıram. 2'ni 2'yə vururam. A bərabər olur 4'ə. Qüvvəni verib bizə 800. Deyir ki, kütləni tap. M bərabərdir sual. Kütlə F bölünsün A-ya bərabərdir. 800'ü 4'ə böləndə cavab eləyir 200. 16-cı sual. Bağışlayın. Təcilin cismə təsir edən qüvvədən asılılıq diaqramında verilmiş nöqtələrdə M2 bölü M1'i tap. Deməli uşaqlar, bilirik ki, kütlə nəyə bərabərdir? F-in A-ya nisbətinə. Onda yazaq. M1 nəyə bərabərdir? M1 nəyə bərabərdir? Bir nöqtəsinə uyğun qüvvəni, yəni 2'ni bölürəm bir nöqtəsinə uyğun təcili, yəni 3'də 2'yə. M2 nəyə bərabərdir? 2 nöqtəsinə uyğun qüvvəni 4'ü bölürəm 2 nöqtəsinə uyğun təcili 2'yə. Bu da eləyir 2. Onda M2 bölünsün M1 nəyə bərabərdir deyə tapsam, M2 böl M1 bərabərdir. M2'nin qiyməti 2'dir, M1'in qiyməti də 3'də 2'dir. 2'ni 3'də 2'yə böləndə cavab necə eləyir? 3. 17. Yenə eyni qaydada F2 böl F1. F2 nə deməkdir? MA, yəni M2A2. F1 nə deməkdir? M1A1. 2 nöqtəsinin M-i düşür 4'ə, A-sı düşür 2'yə. 4 vur 2. Bir nöqtəsinin M-i düşür 2'yə, A-sı düşür 3'ə. Bu da 2 vur 3. Cavab eləyir B variantı. 18. Nə zaman cisim bərabər təcillə hərəkət etmişdir? Uşaqlar, bərabər təcil sözünün anlamı odur ki, təcil sabitdir. Təcil sabitdirsə, deməli qüvvə də sabitdir. Sabitdir və 0 deyil. 0'ın üzərində getməyən sabit qrafikansızdır. Cavab AB hissəsi. Cavab olur B variantı. 19. Yenə hansı hissədə cisim bərabər təcillə hərəkət etmişdir? Yenə qüvvənin sabit olduğu hissəni götürürəm. O da hansı hissədir? AB hissəsi, yəni B variantı. Gələk 20-ci suala. Deməli, 20-ci sualda bizdən soruşur ki, hansı ifadə doğrudur? Uşaqlar, əgər S-in T-dən asılında parabolik bir ifadə varsa, deməli, burada misal üçün AT kvadratına əsaslanıb, yəni T-nin təcillə olan düsturu, S-in təcillə olan düsturuna əsaslanıb, deməli, bu təcilli hərəkətdir. Təcilli hərəkət, bizdə bərabər təcilli keçirik də, bərabər təcilli hərəkət. Bərabər təcilli hərəkətdə sürət mütləq dəyişməlidir. Ona görə sürət sabitlik ifadəsi yanlışdır. Təcil sabitdir, doğrudur. Qüvvə sıfırdan fərqlidir, qüvvə sabitdir. Bu da doğrudur. Çünki təcil haqqında nə deyiriksə, qüvvə haqqında da yenisini deməliyik. Cavab Y variantı. 21. Verilir yazaq. Həcmi 100 kub santimetr. Deməli, amma burada metrin kubu verdiyinə görə metrin kubuna keçəcəm. Deməli, uşaqlar, 1 metrim 100 santimetrdir. Onda 1 metrin kubu, 100'ün kubu, yəni 100 özü 10 üstü 2 deməkdir də. Bu da eləyir 10 üstü 6 santimetrin kubu. Santimetr kubundan metrin kubuna keçəndə isə 10 üstü mənfi 6 metrin kubu olmuş olur. İndi bu ifadəni yuxarıda yerinə yazaq. 100'ü 10 üstü mənfi 6'ya vuranda eləyir 10 üstü mənfi 4 metrin kubu. Qrafikdən A-nın qiyməti 20'dir. Uyğun F-in qiyməti 8'dir. Sıxlıq rho bərabərdir sual.
İki mərhələ gedəcək. Öncə kütləni tapıram. F bölünsün A. F 8 A 20-dir deyəm. 8 bölünsün 20, o da eləyir 0,4. Sonra kütlənin düsturu n bərabərdir rho v yazırıq və bu ifadədən rho-nu tapırıq. Davamını buradan küncdən yazmaq istəyirəm. Göylə yazam. Rho bərabərdir n bölünsün v. M-i neçə tapmışdıq? 0,4. V-imiz neçədir? 10 üstü mənfi 4. Uşaqlar 10 üstü mənfi 4-ə bölmək, yəni sürətə çıxıb 10 üstü müsbət 4-ə vurmaq deməkdir. Bu da cavab eləyir B variantı. 22. Qüvvələrin əvəzləyicisinin zamanı asılılığına uyğundur. Deməli, birinci qrafikin birinci hissəsinə baxıram. Parabola aşağı meyillidir, təcil mənfidir. Burada təcil 0-dır, burada yenə aşağı meyillidir, təcil mənfidir. Mənfi 0, mənfi, cavab A variantıdır. Mənfi 0, yenə mənfi 4-cü rüb. 23-cü sual. Newton vur saniyə böl kiloqram hansı fiziki cəmiyyətin vahididir? Newtonun yerinə yazırıq kiloqram vur metr böl saniyənin kvadratı. Saniyə sürətdədir, kiloqram aşağıdadır. Məxrəcdə yerinə yazdıq. Kiloqram getdi, bundan bu getdi, qaldı metr böl saniyə. Metr böl saniyə də bildiyimiz kimi sürətin vahididir, D variantı. 24. Deməli, uyğunluq istəyir. Öncə bir baxaq tənliklərə. Birincidən törəmə tapanda V bərabər olur. Mənfi 10 üstə gəl 2T-yə. İkincidən törəmə tapanda mənfi 10 çıxılsın 2T-yə. Deməli, uşaqlar, birinci tənliyə baxırıq. Biri mənfi, biri müsbət bərabər yavaşayandır. İkinci tənlikdə ikisi də mənfi olduğuna görə bərabər yeyinləşəndir. Yəni, eyni işarədir. 1. Qüvvə hərəkət istiqamətində yönəlib. Deməli, yeyinləşənindən danışır, biri bura. Qüvvə hərəkətin əksinə yönəlib, yavaşayandan danışır, ikini bura. Dayanana kimi 25 metr yol gedər. Dayanıma sürətin 0 olmasıdır. Tənlikdən sürəti 0-a bərabər eləyirik. Birinci tənlikdən sürəti 0-a bərabər eləmək üçün T 5 olmalıdır. İkinci tənlikdən 0-a bərabər eləmək üçün T mənfi 5 olmalıdır. Əslində mənfi 5 olması normal deyil, düzgün deyil. Gətirib tənlikdə yerinə qoyuruq. Birinci tənlikdə, x-in tənliyində x1 yazıram. Mənfi 10 vur 5, üstə gəl 5-in kvadratı. Bu da eləyir mənfi 50, üstə gəlinsin 25, mənfi 25, koordinat oldu mənfi 25. Burada da başlanğıc koordinatı yoxdur deyə elə yolu da mənfi 25-dir. İkincinin tənliyində mənfi 10 çıx vurulsun mənfi 5 minus 5-in kvadratı 25. Bu da eləyir nədir? 50 çıxılsın 25. Bu da elədi 25 metr. Deməli, 3 burada. İndi üçüncü ifadəni hara yazaq? Əslində, uşaqlar, üçüncüdə tənliyə görə biz T-nin 0 olma qiymətini verə bilmirik. Niyə görə? T-yə zaman mənfidir. Zaman, daha doğrusu skalyarda mənfi ola bilməz. Ona görə biz mənfini ora qoya bilmirik. Və 25 metr yol gedirik ikinci tənliyə B cisminə aid eləyə bilmirik. Ona görə də burada da gələndə hesabına 25 alınır. Amma yəni mən orada T-nin yerinə mənfi 5 əslində qoya bilmirəm. Sadəcə yazdım, yenə də sonuna gətirdim, göstərim ki, yəni qoyuruq, alırıq, amma ki, götürə bilmərik. Çünki zaman skalyar da olmaz. Neysə, gətirirəm, 3-ü qoyuram hara? Birinciyə A cisminə. Artıq cavablar çıxır buradan, C ilə D-nin arasında qalırıq. Sonra x oxunun əksinə gedib sürət mənfi olmalıdır. Birincidə də sürətin proyeksiyası deməli mənfi 10-dur. İkincidə də mənfi 10-dur. Deməli sürət mənfidir, ikisinə də aiddir. 4 ortaya. Yeyinləşən hərəkət edir. Bu da sağdakına aiddir, B cisminə, onu da ora. Deməli 23, 15, 4 düzgün cavab D variantıdır. Gəldi 25-ə. Yayı hər iki ucundan F qüvvəsi ilə dartdıqda x qədər uzanır. Bu yayın bir ucunu tərpənməz bərkidəyib, digər ucundan F qüvvəsi ilə dartdıqda nə qədər uzanır? Deməli, uşaqlar, hər iki ucundan F ilə dartırıq, x qədər uzanma müşahidə olunur. Yayı bura bərkitdik, bir ucundan tutub, bir ucunu bərkidirik, digər ucundan F qüvvəsi ilə dartırıqsa, nə qədər uzanma müşahidə olunur? Birinci şəkildə təsir əks təsir prinsipinə görə x qədər uzanma olub. İkinci şəkildə yenə təsir əks təsirdir. Sadəcə olaraq bir tərəf divardır, bir tərəf yenə F qüvvəsidir. Yenə də x qədər uzanma müşahidə olunacaq. Cavab Y variantıdır. 26. Eyni kütləli, deməli düsturumda kütlə olmalıdır. Sükunət vəziyyətindən, yəni V0-ın bərabərdir 0 olmalıdır. Müxtəlif sabit qüvvənin, sabit qüvvə, yəni düsturda F olmalıdır. Bərabər yer dəyişmə S olmalıdır. Qüvvənin zamanı asılığı. Deməli, uşaqlar, qüvvə deyən kimi yazırıq. F bərabərdir M.
Demək, qüvvənin adını seçir, qüvvə qalır, kütlənin adını seçir, kütlə qalır. A-nın yerinə S-in V ilə A-nın olan düsturu. S-in belə bir düsturu var. V kvadrat çıx V0 kvadrat bölü 2A. V0 sıfırdır deyə qalır V-nin kvadratı bölünsün 2A. Bu ifadədən A-nı tapsaq, olacaq nə? V-nin kvadratı bölünsün 2S. Gətirirəm bu ifadəni, qoyuram burada EMA düsturunda A-nın yerinə V kvadratı bölünsün 2S. Yekun olaraq deməli belə bir ifadə aldıq. Bu düstura görə F, deməli, daha doğrusu F yox. Deməli, V F-dən necə asılıdır? V F-dən kvadratik düz asılıdır. Parabola F-ə doğru. Kvadrat olmayana tərəf cavab olur A variantı. Sonra 27-ci sual. Yenə bu bərabər yeyinləşən hərəkətin qrafikidir. Bərabər yeyinləşən o deməkdir ki, sürət dəyişir, yəni sürət sabitdir ifadəsi yanlışdır. Təcil sabitdir, doğrudur. Qüvvə sıfırdan fərqlidir, sabitdir, doğrudur. Düzgün cavab A. 28. Bu bərabər sürətlidir. VT düsturuna əsaslanaraq. Sürət sabitdir, doğrudur. Təcil sıfırdır, doğrudur. Qüvvə sıfıra bərabərdir. Təcil sıfırsa qüvvə də sıfıra bərabərdir. Bu da doğrudur. 1, 2, 3. Gələk 29-a. Tezlik, qüvvə və radius. Deməli, qüvvə deyən kimi uşaqlar düşünmədən EMA yazıram. A-nın əvəzinə radiusla tezliklə olan düstur 4pi kvadratı R, N kvadratı qoyuram. Və yazdığım düstura baxıram ki, bu düstura görə qüvvə ilə tezlik bir-birindən necə asılıdır. Qüvvə 40 Newton artıbsa yazıram F üstəgəl 40 bərabərdir. İndi düşünək, bu 40 tezlik deyil 3 dəfə artırsa, N 3 dəfə artırsa qüvvə neçə dəfə artmış olur? 9 dəfə. Çünki kvadratik düzdür. 9 F-ə. Sadələşdiririk. 8 F bərabərdir 40-dırsa, F də bərabərdir 5-ə. Cavab C. 30. Açar söz var burada. Kub. Müəyyən qüvvənin təsiri ilə dartırılır. Polad kub. Yəni sıxlığı burada ifadə edir. F-in yerinə EMA yazırıq. M-in yerinə rho V yazırıq. Rho V A yazırıq. Buradan da rho təcil qalır. Həcmin yerinə tili L-dirsə, kub olur nə? L-in kubu. İndi düşünək, bizə burada şərtdə deyirdi ki, nədir? Tili L olanda təcil A-dırsa, til L bölü 2 olsa təcil neçə olur? Uşaqlar, təcil L kubundan necə asılıdır? Tərs mütənasib. Vurma ilə vurulanlar tərs asılıdır. Uzunluq 2 dəfə azalırsa, onda təcil 2-nin kubu dəfə artacaq. Yəni 8 alınacaq. Cavab D variantıdır. Yox, bunu başa düşmürəm deyirsinizsə, yazılı şəkildə də yaza bilərsiniz. L1-in L2-yə olan nisbəti, A2-nin A1-ə olan nisbəti, L-lərin üstünə kub. Yerinə qoyub hesablayırsınız. 31. Sapın T gəlmə qüvvəsi 15 Newtondursa, F-i tap. T 15 Newtondursa. Uşaqlar, mütənasibliklə gedəcəm mən bunu, elə daha rahatdır. F bölünsün T bərabərdir. F-dən tutub dartdığımızda bütün kütlələri dartırıq deyə 6M. T-nin gərilməsinə səbəb isə özündən sonra gələn 3M-dir deyə bölünsün 3M. Buradan da F bölünsün 15 bərabərdir 2-yə. F də bərabərdir 30-a. D variantı. 32. Yenə F12-dirsə, yenə yazıram F böl T. F-dən tutub dartanda hamısını aparırıq 6M. T-dən sonra isə 3M dedik 3M. F-dən 12 T buradan eləyir 6. 33. 10 kiloqram kütləli cismə bir-birinə düz xətt üzrə əks istiqamətdə yönəlmiş. Onu da buradan avtomatik əvəzləyicini tapaq. Biri 15, biri 10-dursa əks istiqamətdə 15 çıxılsın 10 eləyir 5 Newton. Kütləni burada bizə verib M bərabərdir 10-dur. Deyir ki, təcili tap. Təcilin düsturu nədir? F bölü M, yəni 5 böl 10. Bu da eləyir 0,5 metr böl saniyenin kvadratı. Bunu biraz belə. 34. Yine bayaqca prinsiplə F2 böl F1 indi sağa dartır. F2-dən tutanda hamısını aparırıq deyə M1 üstə gəl M2. F1-in gərilməsinə səbəb özündən sonrakıdır deyə M1. Yerinə qoyaq. M2-yə 3M1 verib 3M1 böl M1 o da bərabər olur 3M. Belə. 35. Belə məsələlərdə verilir yazandan sonra hər şey özü-özündən aydın olur. Görək. Bu qızın dırnağını buradan ağardaq. Buradan yazaq. Deməli,
Baxın uşaqlar. Deməli, deyir ki, bucaq sürəti omega 10-dur. Uzunluq, indi bu belə çevrə cızırsa, bu ipin uzunluğu çevrənin nəyi olur? Radiusu. Radiusu 50 sm, yəni tez metrə 0.5 metr. Kütlə 300 qram, tez kiloqrama 0.3 kiloqram. İpin gəlmə qüvvəsini tap, F gəlmə ya da T gəlmə bərabərdir sual. Uşaqlar, əvəzləyici qüvvənin təsiri altında hərəkət edir deyə gəlmə qüvvəsi əvəzləyici qüvvəyə bərabərdir. O da M-adır. O da M, A-nın əvəzinə omega kvadratı buraya qoyuram. 0.3 vur 10'un kvadratı 100 vur 0.5. O da eləyir neçə? 15 Newton. 36. Deməli, qüvvələr biri verib 80 Newtondur, bu birisini verib 40 Newtondur. Kütlənin birini verib 2 kiloqramdır, bu birisi kütləni istəyir və təcili də verib 4. Deməli, birinci F əvəzləyicini tapıram, 80-dən 40-ı çıxıram, eləyir 40. Təcili də bizə verib 4, gedirəm ümumi kütləni tapıram. F bölünsün A. 40 bölünsün 4, o da eləyir 10 kiloqram. İndi düşünün, ikisi bir yerdə 10 kiloqramdırsa, deməli M1 neçə kiloqramdır? 8 kiloqram. 37, yenə bayaqca prinsipindən gedəcək. T1 20-dirsə T2-ni tap. T1 böl T2 bərabər. T1-dən sonra 5-im, T2-dən sonra 3-im. 20 böl T2 bərabərdir 5 böl 3, T2 də bərabərdir 60 bölünsün 5, bu da eləyir 12. 38, yenə eyni məntiq. F gərilməni istəyir, T-ni verib. Yenə T bölünsün F gərilmə. T'dən sonra bir dənə M-dir, gərilmədən sonra 3 M-dir. Yerinə qoyub uşaqlar hesablayırsınız. 20 bölünsün F gərilmə bərabərdir 1, gərilmə bərabərdir 60. 39. Deyir 3 saniyə sonra yer dəyişməni tap. Uşaqlar, birinci gedib yer dəyişmənin düsturunu yazıram ki, görün problemi yaradan nədir? AT kvadrat böl 2. Yəni, buraxan kimi sükunət vəziyyətindən gedir. Təcili tapıram bloklar sisteminin təcili ilə. O da 6 çıx 4 böl 6 üstə gəl 4 vur 10. 2. Sonra gətirib 2-ni burada yerinə qoyuram. A 2-dir, T də 3-dür. Cavab edir 9 metr. Və 40-cı sual. Sükunət vəziyyətindən V00-dır. Hərəkətə başlayan qüvvələrin vəziyyətinin proyeksiya zamanı asılı verilib. İlk 10 saniyədə 20 metr yol gedibsə, ilk 30 saniyədə neçə metr yol gedir? Deməli, uşaqlar, öncə qüvvənin düsturunu yazaq. F bərabərdir M-a. A-nın əvəzinə A-nı tapa bilərikmi? Yox. M-imiz də yoxdur, A da yoxdur. Yol söhbət elədiyinə görə A-nın əvəzinə yazaq nə? T var, S varsa, onda kənardan yazaq S-in AT kvadratı bölünsün 2 düsturunu. A-nın əvəzinə qoyaq 2S bölünsün T-nin kvadratı. İndi İstəsəz asıllığından istəsəz 2 cür yaza bilərik. Yazaq istəyirsiniz. F2 böl F1 bərabərdir. Ya da 2 dəfə tənliyinə yazaq. F1 bərabərdir M. Cisim eyni cisimdə axı. Ona görə M-ə 1-2 qoymuram. İçində attım qabağa. S1 böl T1-in kvadratı. Digərinə F2 bərabərdir 2M S2 böl T2-nin kvadratı. Tərəf-tərəfə bölə bilərik. F1-imiz 4-dür, F2-miz -2-dir. Yazıram. F1 bölünsün F2 bərabərdir. 2M-lər ixtisar gedəcək də. S1 böl T1-in kvadratı, burada da S2 böl T2-nin kvadratı. Yerinə qoyaq. F1 4 bölünsün -2. S1 10 saniyədə getdiyi yol 20-dir. 20 böl T1 10'un kvadratı 100. Altta S2 böl T2 30 saniye deyir. Amma bizdə F2 bu arada yaranı baxı. Yəni 30 ilə 10'un arasında. Burada 20'nin kvadratını qoyursan 400. Sadələşdirsək 2 bərabərdir. Deməli bununla bu gedir. Burada 4 qalır. 20 bölünsün S2 bərabərdir. 1 aşağı düşür, 4 də yuxarı qalxır. 80 bölünsün S2-yə. S2-miz də bizim buradan nəyə bərabər olur? 40'a. İndi bizdən soruşurdu ki, ümumi 30 saniyədə, ilk 30 saniyə, yəni bütün 30. İndi əvvəl 20 metr getmişdi, sonra da 40 gedibsə, onda ümumi nə qədər yol gedib? 60 metr.